İnsan ki həcc ziyarətinə gedir, iki təsir ona özünü düzəltməyə, düzəlişə sövq edir. Birincisi xarici təsirlərdir. Çünki bir insan həcc ziyarətindən qayıdandan sonra insanların onlardan gözləntiləri var. Çünki bir insan həccə gedib, günahdan təmizlənib və insanlar onu bir hacı olaraq yaxşı görmək istəyir. Görməyəndə isə təəssüf keçirirlər ki, hacca getdi də, gəldi də, düzəlmədi. Ona görə də bir insan hacca gedib gəldikdən sonra ən azı cəmaatın gözləntilərinə görə özündə bir dəyişiklik aparır. İkincisi isə daha təsirlidir, insanın daxili təsiri, yəni daxilən təsir gedir, ora Kəbə evini görür, orada olan müqəddəs yerləri görür, müqəddəs əməlləri yerinə yetirir, müqəddəs ayinlər yerinə yetirir və tövbə eləyir və daxilən günahlardan paçlandığını görür və bir daha o günaha qayıtmaq istəmir. Ona görə də həcc ziyarətindən qayıdan insanlarda ki, səmimi olaraq ziyarət edənlərdən söhbət gedir, bu təmizlənməyi daha uzun bir müddət davam elətdirmək istəyir. Ona görə də əvvəlki şəxsin həccə gedib qayıdandan sonraki şəxslə fərqi hiss olunur və yaxud da hiss olunmalıdır.